Salam aleyküm. Demək, qarşıma bir video çıxdı. Mən çox nadir hallarda hansısa bir fərdin dediyi bir videoya münasibət bildirirəm. Amma o elə bir video idi ki, mən onun üstündən göz yumub keçə bilməzdim. Demək, bir xanım İmam Hüseyn əzadarlığının əleyhinədir və gedin rəhmətlik Polad Həşimovun, mübarizin məzarı üstündə özünüzü döyün deyə imamlarımızı təhqir eləyir. Yəni bizə görə ölməyiblər, ölüblər, özlərinə görə ölüblər. Bu kimi ifadələrlə bütün müsəlmanların, ələxüsusda Əhl-i Beyt tərəfdarlarının dini inancını təhqir eləyir. Birincisi, ümumiyyətlə bir şey dərk eləmək lazımdır ki, rəhmətlik şəhidimiz qarşısında baş əydiyim, fəxr elədiyim mübariz Seyyid idi və mübarizin cəddi İmam Hüseyndir. Mübariz İmam Hüseyn dedi, öldü. Ya Hüseyn deyərək irəli getdi. Və bizim o qədər şəhidlərimiz var ki, onların hamısı ya Hüseyn deyə savaşdılar, şəhid oldular, canlarını verdilər. Hüseyni sevmək, Hüseyn əzadarlığını saxlamaq, Hüseyn şəhadətini hər il yad eləmək elə şəhidlərimizin anısı deməkdir. Bunu dərk eləməyə beyin lazımdır, düşüncə lazımdır. Amma Əhl-i Beytə qərəzli münasibət bəsləmək ki, 1400 il bundan qabaq ölüblər. Bugün bizə nə? Bu məntiqlə 1400 il keçəndən sonra elə Polad Həşimov da unudulacaq, elə mübariz də, digərləri də. Bunu mu demək istəyir bu xanım? Yəni bu necə ola bilər? Əsrlər keçsə də şəhidlər unudulmur. Və şəhidləri unutmamaq üçün İmam Hüseyni yad eləmək lazımdır. Onun faciəsini yad eləmək lazımdır ki, biz gələcəkdə Polad Həşimovları, mübarizləri və digər bizim şəhidlərimizi unutmayaq. Necə yəni zamanın şəhadətə, şəhadətin zamana tabeçiliyi varmı? Yəni bu nə məntiqdir? Bu nə ağıldır? Bu nə dünya görüşdür? Yəni necə ola bilər ki, İmam Hüseyn əzadarlığını saxlamayaq ki, yəni öz şəhidimiz var. O olmazmı ki, elə öz şəhidimizi də anaq, amma İmam Hüseyni də. Ondan başqa da imamların məqamından, peyğəmbərin məqamından adi insanların məqamı eyni ola bilməz. Heç bir bəni bəşər Əhl-i Beyt məqamına qalxa bilməz. Bunu biləsiz. Hərənin bir dünya görüşü var. Ola bilsin sizinki də budur. Yəni elə kimsə Əliyə taydır, Əli isə kiməsə taydır. Kimsə Hüseynə taydır, Hüseyn kiməsə taydır, bərabərdir. Əstəğfirullah. Bu sizin əqidədir. Amma bizim əqidədə nümunəvi şəxslər Əhl-i Beytdir. 14 məsumlardır, Kərbala şəhidləridir. Bunlardır. Və Hüseyni sevməyən Polad Həşimovu sevə bilməz. Hüseyni sevməyən mübarizi sevə bilməz. Mübarizə əgər hörmət eləyirsinizsə, onun cəddinə hörmət qoyun. Onun cəddi İmam Hüseynə hörmət qoyun. Bugün Hüseyn əzadarlığının əleyhinə olanlar, Məhərrəm ayına əleyhinə olanlar, Aşuranın əleyhinə olanlardan soruşsan ki, İmam Hüseyn kimdir, hansı tarixdə doğulubdur, şəhadətinin məqsədi nədir, məqamı nədir, fəziləti nədir, Kərbala nə deməkdir? Vallahi çoxsu bilmir. Amma danışanda elə danışırlar ki, 1400 il bundan qabaq bir ərəblər bir-birini qırıb ölübdür. Biz ona əzadarlıq saxlamalıyıq. Niyə? Bunu dərk eləmək üçün gərək siz Füzuli olasınız. Siz İmadəddin Nəsimi olasınız. Siz gərək Seyid Əzim Şirvani, Abbasqulu Ağa Bakıxanov olasınız. O beyin sizdə yoxdur. Yəni bunu dərk eləmək üçün məqam lazımdır, elm lazımdır, fəzilət lazımdır. Ona görə də şəhidlərimizin ruhunu narahat etməyin. Onları bu qədər alçaltmayın. Mən bunu başqa məqamda deyə bilmirəm. Heydər Əliyevdən çoxmu bilirsiniz? O boyda dünya şöhrətli, beynəlxalq siyasətçidən çoxmu bilirsiniz?
Heydər Əliyev məhərrəm əzadarlığına gedirdi. Məndə videoları var, məndə Heydər Əliyevin çıxışları var. Ulu öndərdən çoxmu bilirsiniz? Ona görə də Həzrəti Hüseynə dil bulamaqla özünüzü alçaltmayın. Şəhidlərimizin ruhunu narahat etməyin. İmam Hüseyn əleyhissalamı unutmaq, elə özünü unutmaq, şəhidlərini unutmaq deməkdir. İmam Hüseyn əleyhissalamı yad eləmək, onun əzadarlığını saxlamaq, Polad Həşimovları, mübarizləri unutmamaq deməkdir. Və əgər azacıq da olsa, mübariz kimi seyyid bir şəhidə hörmətiniz varsa, onun cəddi Hüseynə dil bulamayın, eyibdir. Öz işinizlə, gücünüzlə məşğul olun. Sizin nə işiniz var İmam Hüseyn əleyhissalamla? Nədir Əhl-i Beytə alıb verə bilməyəcəyiniz? Nədir bu qərəzlik? Nədir? Yəni Hüseynə əzadarlıq saxlamaq, Polad Həşimovların, mübarizlərin unudulması mı deməkdir? Olmazmı ki, Hüseynə də əzadarlıq saxlayasan, Polad Həşimovun il dönümündə, mübarizin il dönümündə Hüseyn əzadarlığı verib, yenə Hüseyni ağlayasınız. Çünki Hüseyni unutmamaq lazımdır. Hüseyn şəhadətin şahıdır. Hüseyn şəhadətin özüdür. Və Polad Həşimovun yolu, mübarizin yolu, Hüseynin yolu deməkdir. Bunu unutmayın. Ona görə də şəhidlərimizi alçaltmayın. Siz Allah öz işinizlə məşğul olun. Siz Allah burun soxmayın başınız girməyən yerə. Oxuyun, elmlənin, mariflənin, şəhadətdən yapışın, Hüseyndən yapışın. Haq yolunda olun, Allahsızlıq eləməyin. Vallahi mən məhdəl qalıram. Mən donub, bilirsiniz, mən belə emosional videoların əleyhinəyəm. Mən sevmirəm emosional çıxışlar eləyəm, amma insanlar çox cılızlaşıblar, çox cılızlaşıblar. İnsanlar Hüseyni milliyyətləşdirirlər, ərəbləşdirirlər. Hüseyn ərəb olsa da təkcə ərəblərin deyil, bütün dünyanındır, bütün şəhidlərin ağasıdır. Bunu biləsiniz. Hüseyn elə böyük bir məqamdır ki, o məqama hər bir şəhid can vermək istəyir. Hər bir şəhid ya Hüseyn deyibdir. Sevin, sevin, hörmət qoyun şəhidlərimizə. Polad Həşimova hörmət qoyun, mübarizə hörmət qoyun, digər şəhidlərimizə hörmət qoyun, Hüseynə dil bulamayın. Onların ruhunu narahat etməyin. Onlar hamısı ya Hüseyn deyə şəhid olublar. Ayıb olsun sizə vallahi. Başqa söz tapa bilmirəm. Eyibdir, eyib.